Salam əslən mən Yusuf Qırşastan bir yerdə uzun zaman sonra bir video çəkməyə təzədən qərar verdim. Niyə uzun zamandır video gəlmir? Səbəbini mən də bilmirəm uşaqlar. E, Bugün həm mənə çıxan bu 103-lük epiyi yoxlayacağam, həm də futbol cəzalı challenge deyə bir challenge qoydum. İndi bugünkü cəzayı mən verirəm, bu videodakı cəzayı mən verəcəm. Amma uşaq gələn videodakı cəzayı siz verəcəksiniz. Amma nətər deyim, epik silmə kimi ya da nə bilim bir şey silmə kimi cəzalar verməyin, eləməyəcəm çünki epik silmək mən bu hesaba əmək verib kasmışam o qədər. Epik silsəm, yəni olmaz, yəni pis olaram. Ona görə epik silməyəcəm, amma yəni belə cəzalar verə bilərsən. Məsələn, bugünkü cəzamız qapısız klasmanda maç atmaqdır. İndi qapıya həmən şu qaqaşlardan birini qoyaq. Kurelyanı qoyaq məsələn qapıya, 41 oldu. Və indi maça gedək gəlirəm. Aha, tapdı adamımızı. Bax, tam mənə görə oyuncu gəldi. 3168 kollektiv gücmə, 3197 yəni normalda. İndi qapıda Kurelya var deyə 61-ə düşdüm. Və indi uşaqlar özümü yəni çox pro zat, yəni belə yəni elə demirəm, yəni heç vaxt elə demirəm, özümü pro zat hiss eləmirəm. Amma yəni əyləncə olsun, video qəşəng olsun. Ona görə belə istəyirəm. Və VS gəlmək istəyənlər də aşağıdan yaza bilər. VS-də gəlirəm. Bu qədər yəni. Keçə indi. Qaqaşın kadrosu qəşəng imiş. Adam 100 milyon Martinez oynadı. İndi o yer qapıda olacaq. Bu arada uşaqlar düzdür, takımım əladır. İndi Mbappe'ni Agüero'nu da alacağım inşallah. 3200 olacaq, 3197 bir dəqiqə. Amma qapıcı işi çox problemlidir. 100'lük Neuer var, amma Neuer'dən də peşman deyiləm. Amma görünüş açısından pis görsənir Neuer uşaqlar. Ona görə. Görünüşdə pis görsənməsəydi Neuer'ə davam edərdim klasmanda. Neuer çünki pis qapıcı deyil. İnşallah gedən zamanlarda da belə qəşəng bir 105'li 106'lık qapıcı. 106 da istəmirəm. 103'lü 104'lük qapıcı gəlsin. O da bəsdir mənə. Qapı Kurelyadır. Adam məzələncəyim yəni. hər atdıqları şut gol olacaq. Baxaq neçə sizcə siz təxmin eləyin. Burada saxlayın videonu təxmin eləyin. Bu maç necə bitər? Mən deyirəm indidən. 5-0 mənə udacaq adam. Ya haqq dedik. Masor, mən bu arada harambala keçəcəm gol yeməmək üçün. Amma məncə pek çarəsi qalmayacaq. Bu arada Masor uşaqla boyuna rağmen çox yaxşı kafa atır. Mən də onu deməksə o hayt gol gəldi direktdən. Bax çıxmasın maçdan. O da çətin maç tapıram olsa axşam vaxtları çıxmasın maçdan, xahiş edirəm. Bu nədir abi? Adam bu arada yəni hesabı da pis hesab deyil. Prosta dizilişindən pek razı olmadım Qaqaşın. Haaland deyəsən potlu 102 Haalanddır. Bu qədər. Amma məsələn Park Ji-sung'u saldıq qabağa qardaşım, verdi indi oradan Mbappe'yə. Mbappe özü tək gedəcək. Mbappe. Ayda. Gecikdim uşaqlar. Bu arada akıllı yadım bağlı oynayıram. Yəni soruşanlar olsa direktdən deyim də akıllı yadım bağlı oynayıram bu arada. Həm də akıllı yadımdan oynamaq mənə ucu rahat gəlmir. Əvvəl akıllı yadımdan oynayırdım. Bu arada evet, yəni təxmini yəni ən son atdığım futbol videosu 3-4 ay əvvəl idi. 3-4 ay əvvəl idi. Evet, 3-4 aya çox dəyişdi. Takımımıza gələnlər oldu. Məsələn 107 Company kimi bir adam gəldi bizim takımımıza. Delight Zat gəldi. Yəni takım çox gücləşdi. 4 aya özümdən qürur duyuram. Yəni kəsliklə hava atmıram. Havalıq bir şey deyil bu. Hər kəs eləyə bilər. Yəni 4-5 aya, hətta 3-4 aya mən belə elədim. Mbappe ikinci gol gələrmi gəldi. VS gəlmək istəyənlər də altdan yaza bilər. Narahat olmayın. Yəni problem deyil, atarıq. Və unutmadan da videomuzu bəyənməyi və kanalıma abunə olmayı unutmayın. Bildiyimə görə 70 neçə abunə olmuşuq. İnşallah daha çox olarıq. Evet, bu qədər. Ayda, orada səhv elədim də. Yəni uşaqla oynayışım da, yəni mən nə deyim, heç vaxt yəni futbol kimi oyunlar oynamamışam. Mən dostlarım önərib bu oyunu, ona görə futbola gəlmişəm. Futbola gəldiyim üçün də məmnunuyam, çox. Əvvəllər FC kimi oyunlar oynayırdım. Ona görə pek
həzz almırdım, amma e-futbola gələn kimi bu nədir la? Qarşım çıxıyor oyundan. Emiliano Martins savunmacı kalecidir. Niyə eləyirsən ki? Hər qapısında şey var. Əslində uşaqlar nətər deyim, o seçməli epik var ha. Oradan David Seaman almaq istəyirdim. Sonradan nətər deyim, pislər zad oldu, nətər deyim. Pisdir də, yəni savunmacı kaleci deyirəm. Mən savunmacı kaleci pek xoşlamıram. Ondan sonra deyirlər ki, Manuel Neuer ondan yaxşıdır. Ona görə mən Agüero'nu alacağam. Sonra inşallah yaxın vaxtlarda, yəni uzaqda da yaxın da olar 104'lü, 103'lü, 102'li, 101'li qapı çıxardaram inşallah. Daha 107 kompaniyada bir ay olar çıxartmışamdır. Və bundan sonra belə bir fikir aldım uşaqlar. Nə deyirlər ona? Bundan sonra çıxartdığım bütün epikləri video kaydına alacağım və onu edit halında paylaşacağım. Və buradan da Ruinox YT kanalına, bir də Stream Vortex kanalına abone olmayı unutmayın. Onlar da çox qəşəng videolar çəkir. Daha Ruinox təzə Harry Kane çıxartdı 107. Əgər Ruinox'la VS videosu da istəyirsinizsə, ya da ceza sahası challenge videosu istəyirsinizsə, yorumlara yaza bilərsiniz. Ruinox'da qəşəng oynayır oyunu. Onun da hesabı təzədir. Bir 2 aylıq hesabdır. 3155 2 aya hər yedin ardı deyil vallahi. Çıxartdığı bombacı Messi, Harry Kane olsun zaten, o da çox əladır həqiqətən. Bu arada həm sizlə danışmam da oyun oynamaq çox çətindir, amma maç 4-0. Evet, ilk yarı 4-0 bitti. Bax oyunu kimi sala bilərik. 55'e 45. Olsun. Problem değil. Bu arada bu yani takımda yüzlü oyuncusu bir de Van de Ven'le Neuer'di. Bu Van de Ven kartuş alıp baklı kart zarfasız. Yani arada Delight'ın yerine salıram. Çox zor oynayır. Sizin xətrinizə salım Delight'ın yerine bu oyunda. Həddindən artıq zor oynayır. Bir ildə var şey bu Van de Ven məndə. Yani heç vaxt peşman olmamışam. Bu Van de Ven'i aslında keçən videodan da tanıyan olar. O yüzden yani təzə izləyicilərimiz olsa yenideyim, bu hesab mənim deyil əslində. 3147'də verdilər mənə bu hesabı, 3197 mən eləmişəm. Yəni artıq 40 zad alıb da yəqin, yəni. Öz hesabım da var idi, yəni çox eski 6-7 ay əvvəl var idi. Ondan sonra hesab aldım. Aldım dediğim, bunu pay verdiler mənə hesabı. Teşekkür ederim o pay veren dostuma da. Evet. Ne saklıyorsun? Gözün ışığı hazırlandı. Aha geldi. 107 çıktı diyorsun. Bakın. Yok çıkmıyormuş. Lan. Video yandırında niye böyle olur? Şaka adam oynamır. Şu an oyun başladı ama adam oynamır kimi geldim bana. Böyle eləmədi. Ne olsun 4-0'dı. Kardeşim hem şu udacaksan diye bir şey yoktu ki. Düz demirəm. O 101. Moda 2 getdi. Siz bu arada Kobel paketinden kimleri çıkarttınız? Ben Madueke ile Merino çıxartdım. Madueke ilk 11'də, Merino yedəkdədir. Bu arada uşaqlar, Merino'nun yüzü və Madueke'nin yüzü çələmək üçün hansı şeylər basılmalıdır? Mənə bir dənə deyə bilərsiniz. Bu niyə bunu ortatılır? Zəhmət olmasa mənə deyə bilərsiniz də. Sonra deyirlər Luis Diaz da 104 eləmək olur. Onu da necə eləyəcəyimi desəz yaxşı olar. Madueke. Nuni Madueke. Ayda. Al da. Adam gezi gedir. Lan aldı şu topu. Ay bu nedir? Evet çıktı. Oo, nefsiymiş her şeyi. Neyse. Bir maç daha mı atsam? İnşallah ilk maçımda şey oldu. Yani ilk hafta Kureli var idi ama hiç kapıya şut gelmedi. Deseydi dolar. Yok bugün bu kadar şey bastı. Ben de geri koyayım sen canım. Hadi
Neyse uşaqlar, bugünlük de videomuzun sonuna geldik. Videoyu beğenmeyi, kanala abone olmayı unutmayın. Sağ olun. Allah'a emanet.